Değerli izleyicilerimiz, hoş gördük her birinizi. Gözəl izleyicilerimiz, burada bir aile var. Bir xanımdır, iki uşağı var. Bu günlərim Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Şəhid Xudayar qardaşımızın anası Radə anamız bu ailəni mənə tapşırıb ki, xahiş edirəm o ailəyə yardım apararsan. Ananın özü də buradadır. Xoş gördük yana. Sağ olun. Allah köməyinizdə dursun. Allah kömək eləyəndə hər kəsin köməyində dursun. Çox sağ ol ana, Yəni çox sağ ol. bu övladımız 2 il bundan qabaq əməliyyat olunubdu. Ağız boşluğunda törəmə var idi. Yəni tək anadır, 2 də övladıdır. Kim köməklik eləyibdisə, sən başda olmaqla hər birisinə təşəkkür edirəm. Allah razı olsun qurban. Çox sağ ol ana. Sağ ol. Xanım, gəlin bir dənə köməkliyin götürək də. Bu günlərim, bax bunu yaxşı qardaşlarımız, xeyriyyətçi qardaşlarımız, bacılarımız, analarımız göndəribdi. Şirin ağızla yeyəsiz. Bunu gözəl qardaşlarımız pul yığılmışdı. Oradan 150 manatlıq sizə bazarlıq gətirdik. Çok sağ olsunlar, var olsunlar. Kim kömək eləyib, Allah razı olsun. Çox sağ Analarımız, olun. bacılarımız, qardaşlarımız var olsunlar. Kim bizə dəstək olur, başda da Raydanım. Siz hamınıza təşəkkür edirəm. Yaxşı sağ ki, ol, varmısınız. Çox sağ ol. Çox Şirin sağ ol. ağızla yeyəsiz. Göndərənlərə də Allah Allah sağlığı versin. anamıza da ömür Bu versin. övladımız, mən əvvəlcə bu körpə balamızı tanımışam. Deməli 2 il bundan qabaq övladımızın ilə oxuyan uşaqların valideynləri mənim yanıma gəlibdi ki, bu uşağın ağız boşluğunda törəmə var. Yəni onu şükür Allaha, sağ olsun Əli doktor. Mən buradan Ege Hospitalın doktoruna, Əli doktora da öz təşəkkürümü bildirirəm. Kömək eləyənlərin hər birisi ilə bahəm. Yəni ona köməklik elədilər, onu qurtardıq. Amma bunun qulağında Köməklik problem eləyərik var. inşallah. Hə, inşallah Allahın köməkliyi ilə ona da dəstəyinizi əsirgəməyin. Yəni gül kimi balamızdır, özü də çox gözəl oxuyur. Yəni əlaçıdır. Təşəkkür edirəm hər birinizə. Çox sağ ol ana, çox sağ ol. Sağ olun, var olun. Hər Şirin ağızla yiyin Sağ xanım. olun.